Şərifzadə küçəsində Bakı Baza Tibb Kollecinin tam yanında Bravo Market, Araz Marketin yaxınlığında sizə çox gözəl təmiri olan 2 mərtəbəli bir həyət evi təqdim edəcəm. Həqiqətən çox gözəl bir ev çıxıb satışa. Keçək evin daxili hissəsinə sizi yaxından tanış edin. Daxil oluruq evimizə. Görürsünüz bu formada həyət hissəmiz mövcuddur. Kifayət qədər genişdir. 2 sotun içində yerləşir ümumi olaraq. Evimiz 2 mərtəbəli bir evdir. Həmçinin 1 mərtəbə aşağıda sauna hissə, qazanxana hissəmiz mövcuddur. Girişdən daxil olduqda sağ tərəfdə bir mətbəx hissə yaradılıb. Kiçik bir mətbəx hissədir. Burada kombi aparatları üçün ayrılmış otaq mövcuddur. Daha sonra burada sanitar qovşağımız yerləşir. Həmçinin bu həyətdə belə bir mətbəx hissədə quraşdırılıb. Mətbəx möbili də keyfiyyətli şəkildə quraşdırılmış şəkildədir. Görürsünüz, çox səliqəli, gözəl bir formadadır. Baxın, bütün aksesuarlarla da təmin olunmuş şəkildədir. Burada belə bir oturmaq üçün ayrılmış sahə mövcuddur. Ev sahibi tərəfindən bura bir istilik sistemi, İran peçi qoyulub. Görürsünüz, evin içindən istifadə etməyə ehtiyac yoxdur. Bura kifayət qədər istidir. İndi isə keçək evin daxili hissəsinə. Giriş qapısından daxil oluruq evimizə. Görürsünüz, beləsinə bir pilləkənimiz yerləşir burada. Buradan aşağı mərtəbəyə düşürük, oradan yuxarı. Burada otaqlarımız yerləşir. Görürsünüz, belə bir dəhliz hissə var. Qapılarımızı görürsünüz, çox gözəl, bahalı materiallar əsasında təmir olunmuş bir evdir. Burada qonaq otağımız yerləşir. Qonaq otağımızda görürsünüz, olduqca genişdir və gözəl təmiri var. Görürsünüz, bu formadadır. Döşəmə parketdir, keyfiyyətli növ parketdir. Mənzilin təmiri zamanı çox keyfiyyətli, bahalı materiallardan, tikinti materiallarından istifadə olunub. Düzdür, çoxdanın təmiridir, amma ev yaxşı vəziyyətdə qalıb. Qonaq otağını göstərdim sizlərə. Bu 1-ci mərtəbənin qonaq otağı idi. Burada isə yataq otağı yerləşir. Yataq otağımız da olduqca genişdir. Sadəcə mebellər çox olduğu üçün balaca görsənə bilər, amma kifayət qədər genişdir. Daha sonra burada mətbəx yerləşir. Görürsünüz, mətbəximiz də bu formadadır. Mətbəx mebeli də quraşdırılıb. Sol tərəfdə dolab da yerləşdirilmiş şəkildədir. Döşəmə parketdir. Sonra burada sanitar qovşaq yerləşir. Görürsünüz, bu formadadır. Qalxaq yuxarı mərtəbəyə. Qalxdıqda burada belə bir mətbəx yığılıb. Görürsünüz, mətbəx mebeli quraşdırılmış şəkildədir. İstiqamət Şərifzadə küçəsinə baxır. Daha sonra burada bir sanitar qovşaq yerləşir. İşıq yanmır, üzrlü hesab eləyin. Təmirlidir. Burada isə otaqlar yerləşir. 3 dənə otaqdır. 2 yataq otağı, 1 qonaq otağı. Qonaq otağımız bu formadadır. Görürsünüz, olduqca genişdir. Buranın da gözəl təmiri var. Lepka işləmələri görürsünüz bu formada. Döşəmə burada da parketdir. Burada bir yataq otağı yerləşir. Burada genişdir. Burada isə ikinci yataq otağı yerləşir. Görürsünüz. Burada da gözəl lepka işləmələr mövcuddur. Yuxarı mərtəbədə görürsünüz 2 yataq otağı, 1 qonaq otağı, 3 otaq. İkinci mərtəbədə 1 yataq, 1 qonaq və 1 mətbəx. İndi isə düşək aşağı mərtəbəyə. Düşdükdə burada belə bir dolab var. Və burası aşağı mərtəbədir. Görürsünüz, burada
moyladır var. Burada bir dolab var. Daxil olduqda burada bir saxlanc otağıdır. Burada bir hamam hissədir, saunadır, görürsünüz. Bu formadadır. Bütün hər bir şey yerindədir. Burada geniş hamam otağımız yerləşir. Aksesuarlar quraşdırılmış şəkildədir. Burada da digər sanitar qovşaq yerləşir. Bütün aksesuarlar yerindədir. Belə dəyərli izləyicilər, evimiz haqqında ümumi məlumat verim. Bir yer qaldı, oranı göstərim sizə ondan sonra. Burada da sanitar qovşaq var. Burada isə belə bir yer var. Kombi aparatlarının, su sayğaclarının hamısının yeri buradadır. Görürsünüz, bu şəkildədir. Bütün hər bir şey səliqəli şəkildə yığılmış vəziyyətdədir. Belə, mənzil haqqında, ev haqqında ümumi məlumat verim. Evimiz yerləşir Abbas Mirzə Şərifzadə küçəsində, Yasamal rayonu 2 saylı Tibb Texnikumunun Bravo Marketin yanında yerləşir. 2 sotun içində yerləşir mənzilimiz. 3 mərtəbədir. 1 mərtəbə aşağıda, 2 mərtəbə yuxarıda yerləşir. Ümumi olaraq 5 otaqlı bir mətbəxi var. Daha doğrusu mətbəx hər 3 mərtəbədə var. Əsas buradadır. Bayırda da, çöldə də var idi mətbəximiz. Onu da sizlərə göstərdim videonun əvvəlində. Evimiz haqqında bu qədər. Mənzilin qiyməti ekranda göstəriləcək. Ev haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.